Uşaqların Beynəlxalq Müdafiəsi günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Antoine de Saint-Exupéry'nin məşhur Balaca Şahzadə əsəri əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş olunub. Milli TV-nin məlumatına görə tamaşanı Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təşkilçisi və rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva izləyiblər. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri tamaşaçılara maraqlı və əyləncəli anlar yaşatmaqla yanaşı, dostluq, sevgi, məsuliyyət və insan münasibətləri kimi dərin mənalar aşılayır. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, səhnələşdirən yazıcı publisist İlqar Fəhmi, bəstəkarı isə Ruslan Ağababayevdir. Səhnə tərtibatı rəssam Məryəm Ələkbərdi tərəfindən hazırlanır. Xoreografiya üzərində Rusiyanın əməkdar incəsənət xadimi Sergey Gritsay çalışıb. Səhnə əsərində teatrın tanınmış aktyorları müxtəlif obrazlarla çıxış ediblər. Tamaşanın ən yadda qalan məqamlarından biri isə Balaca Şahzadə obrazının 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev tərəfindən canlandırılması olub. Qeyd edək ki, Balaca Şahzadə tamaşası ilk dəfə 2019-cu ildə Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub və bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.